Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin Azərbaycanın işğaldan azad edilən ərazilərində dini abidələrin ermənilər tərəfindən sistematik şəkildə dağıdılmasına dair məlumatlar paylaşdığı barədə ötən gün məlumat vermişdik. Təbii ki, Dövlət Departamentinin hesabatında belə bir məlumatın yer almağı mühüm hadisədir. Amma diqqət ediləsi daha bir neçə məqam var. Xüsusən Azərbaycan ermənilərin 30 il ərzində törətdiyi bu soyqırımı və ekoloji terrora daha sərt reaksiya verilməsini gözləyir. ASTV xəbərin şərhini izləyək. Əvvəlcə Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin hesabatına nəzər salaq. Bildirilir ki, uzunmüddətli münaqişənin bölgədəki mədəni irsə faciəvi təsirlər olub. Ermənilər tərəfindən xüsusilə də Ağdam və Füzuli rayonları ötən 30 il ərzində total şəkildə dağıdılıb, qarət olunub və mədəni irs dəyişdirilib. Ermənilərin nəzarətində olduğu dövr ərzində təxminən 400 min Azərbaycanlıya məxsus çox sayda məscid, ziyarətgah, məzarlıq daxil olmaqla yüzlərlə dini irs abidəsi qarət olunub. Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin bu mövqeyi təqdir olunsa da, bu günə qədər daha sürətli reaksiya verilməli idi. Departament uzun müddət regionda insan hüquqları ilə bağlı məsələlərdə də Azərbaycana qarşı real faktlara əsaslanmayan, sübutu olmayan məqamları öz hesabatına daxil edib. Lakin indi fərqli münasibət formalaşır. Xüsusilə torpaqlarımızın işğaldan azad olunmasından sonra Azərbaycan artıq dünya ölkələrini, beynəlxalq təşkilatları danılmaz faktlar qarşısında qoydu. Prezident İlham Əliyev dəfələrlə müxtəlif ərazilərdə erməni vandallığını göstərən maddi sübutların ilə qarşısında dayanaraq beynəlxalq ictimaiyyəti erməni vandallığına qarşı kəskin mövqe qoymağa səsləyirdi. Bütün beynəlxalq təşkilatlar bunu görməlidir və erməni vəhşiliyini görməlidirlər. Ermənilərə bugün havadarlıq edənlər, bax gəlsinlər, bir də demək istəyirəm ki, görsünlər bizim məscidlərimizi nə günə qoyublar. Və təkcə bu məscid deyil, bütün demək olar ki, azad edilmiş torpaqlarda bizim tarixi, mədəni, dini irsimiz ermənilər tərəfindən dağıdılıb, təhqir edilib, sökülüb. Şübhəsiz, Ermənistanın Azərbaycanın maddi mədəniyyət nümunələrinə, ekologiyasına vurduğu ziyanın həcmi kifayət qədər çoxdur. Belə məsələlərin ABŞ-nin Dövlət Departamentinin hesabatında yer alması da təbii olaraq mühüm məsələdir. Dövlət Departamentinin Ermənistan üzrə ölkə hesabatı çox mühüm bir sənəddir. Bu həm nüfuzlu bir sənəd olaraq gələcəkdə Ermənistan dövlətinin və hal-hazırda və gələcəkdə Ermənistan dövlətinin konkret məsuliyyət daşıması, Azərbaycan xalqına törətdiyi cinayətlərə görə cavab verməsi baxımından, həm də ümumiyyətlə gələcək nəsil üçün, tarix üçün Ermənistan tərəfindən törədilən cinayətlərin qeydə alınması və bunun gələcək nəsillərə ötürülməsi üçün çox mühüm bir sənəddir. İşğala qədər ərazilərimizdə 403 tarixi dini abidə olub. Onlardan 67-si məscid, 144-ü məbəd, 192-si isə ziyarətgah kimi qeydə alınıb. Qarabağ ərazisində mövcud olan 67 məsciddən 63-ü yerlə yeksan edilib, 3 məscidə isə ciddi ziyan vurulub. Təəssüf ki, təkcə dini və mədəni abidələrimizə deyil, ekologiyamıza, təbiətimizə, sərvətlərimizə qənim kəsilən çox vektorlu erməni terroru bugünə qədər layiq olduğu qlobal reaksiyanı almayıb. Ümid edirəm ki, gələcəkdə həm ABŞ Dövlət Departamentinin, həm aidiyyatı qurumların hazırladığı hesabatlarda Ermənistanın Azərbaycana qarşı törətdiyi ekoloji terror, Oxçu çayının çirkləndirilməsi və digər Azərbaycanın sərvətlərinin talan edilməsi ilə bağlı da o hesabatlarda konkret faktlar yer alır. Ermənilər nəinki Azərbaycanlılara, müsəlmanlara aid dini, mədəni abidələrə qarşı vandallıq törədiblər. Hətta digər etnik xalqlara aid tarixi abidələr də məhv edilib və ya saxtalaşdırılıb. Biz bunu Alban abidələrinə, Mehmana kəndində yaşamış Yunanlara məxsus kilsə və Xocavənd rayonu ərazisində 1894-cü ildə tikilən Rus Pravoslav kilsəsinə qarşı törədilən vandallıqların nümunəsində açıq-aşkar görürük və inanırıq ki, ABŞ Dövlət Departamentinin növbəti hesabatlarında daha geniş reallıqlara yer ayıracaq. Təbii ki, UNESCO-dan da nəhayət obyektiv yanaşma ortaya qoyulacağını gözləyirik. Rüstəm Mikayılzadə, Məmməd Vəliyev, Vüsal Qaraca, ASTV Xəbər.